Dubayda hansı əmlak trenddə olacaq və 2026-cı ildə ən çox gəlir gətirəcək? Birinci trend 2026-cı ildə birbaşa sahilə çıxışı, su marşrutları və parkları olan rayonlar sürətlə inkişaf edəcək. Bu cür obyektlər həm uzun müddətli kirayəçiləri, həm də turistləri özünə cəlb edir. Belə rayonlarda mənzillərin kirayəsi, planlaşdırma və mənzərədən asılı olaraq ayda 2500-dən 5000 dollara qədər gəlir gətirir. İkinci trend tam servisli komplekslər, konsiyerj, fitness zonaları, uşaq klubları və coworkingləri olan mənzillər. Belə obyektlər ekspatlar və gənc peşəkarlar arasında həmişə tələb olunur. Tələbat yüksəkdir. Doluluq 90-100%, kirayə gəliri isə sabitdir. Üçüncü trend gəlir üçün optimal planlaşdırmalar, gənc peşəkarlar və ekspatlar daha çox mərkəzdə yerləşən studiya və ya bir otaqlı mənzillər axtarırlar. Onlar lokasiya və rahatlıq üçün pul ödəməyə hazırdırlar. Ailələr isə məktəb və parkların yaxınlığında balkonu və şəraiti olan 2-3 yataq otaqlı mənzillər seçirlər. Bu cür mənzillər həmişə tələb olunur və sabit gəlir gətirir. Dördüncü trend inkişaf edən rayonlar metronun, məktəblərin və bağçaların tikildiyi yeni rayonlara diqqət yetirməyə məsləhət görürəm. Dubai South, MBR City və Dubai Land. Hazırda bu rayonlarda qiymətlər 15-30% daha aşağıdır. 2-3 ildən sonra isə 20-40% artım gözlənilir. Əgər Dubaydakı mənzillərdən maksimum gəlir əldə etmək istəyirsinizsə, şəhərin gələcəyinin qurulduğu yerlərə investisiya edin. Bizə yazın. Sizin üçün qazanc və artım perspektivləri ilə konkret obyekt seçək.